A vitaminini gözünüzün altına çəkin və qırışlardan birdəfəlik azad olun. Bunu qəti şəkildə etmək olmaz. Bu tipli videoları sosial şəbəkələrdə çox görürdüm və bu videonu çəkməkdə də məqsədim insanları maarifləndirməkdən ibarətdir. A vitamininin növləri çoxdur, amma aptekdə satılan yağda olan retinol asetat A vitamininin tərkibində asetat olan növü olduğu üçün dərini daha tez qıcıqlandırır. Həssas dərilərdə yanmaya, quruluğa, qıcıqlanmaya, günəş şüalarına qarşı dərinin həssaslaşmasına gətirib çıxarır. Kapsul şəklində olan A vitamininin tərkibi isə retinol palmitatdan ibarət olduğu üçün bunu da birbaşa göz altına çəkmək olmaz. Sadaladığım bu hallarda dərinin hansı vəziyyətə düşdüyünü nəzərə alaraq retinol asetatın və yaxud da retinolun kapsulunu göz altına çəkilməsi zamanı dərinin hansı vəziyyətə düşməsini özünüz təsəvvür edə bilərsiniz. Bütün bu məlumatların doğruluğunu yoxlamaq üçün özüm də retinolu öz üzərimdə tətbiq etdim və nəticədə dərim yandı, qabıqlandı, qurudu və həssas hala gəldi və dərimin bərpa olunması uzun müddət zaman aldı. Xoşagəlməz hallar ilə qarşılaşmamaq üçün kosmetik kremlərin, serumların tərkibində A vitamininin daha az dərini qıcıqlandıran növləri olan məhsullarından alıb istifadə etmək daha məqsədə uyğundur. Retinolun düzgün istifadə qaydası isə bu cürdür. Retinol hüceyrə yeniləyici olduğu üçün dərinin bu vəziyyətə uyğunlaşması biraz zaman ala bilər. Düzgün istifadə olunduğu zaman 2-3 aydan sonra öz nəticəsini göstərməyə başlayır. Retinoldan ilk istifadə zamanı dəri günəş işığına qarşı həssas hala gələ bilər. Buna görə də axşamlar istifadə olunması daha məqsədə uyğundur. Dəri qurumasının qarşısını almaq məqsədi ilə dərini əvvəlcə yaxşıca nəmləndirmək lazımdır. Dəri nəmləndirici kremi özünə çəkdikdən sonra yaşıl noxud böyüklüyü qədər A vitaminini həmin bu nəmləndirici kremin üzərinə çəkib bir qədər gözləmək lazımdır. Bir müddət keçdikdən sonra yenidən həmin bu dərinin üzərinə çəkdiyimiz A vitamininin üzərinə nəmləndirici krem çəkmək lazımdır. Bu üsul sendviç üsulu adlanır və retinol istifadəsinin doğru üsulu sendviç üsuludur. Tərkibində retinol olan məhsulların keyfiyyətinin itməməsi üçün onları işıqdan qorumaq lazımdır və qutularında saxlamaq lazımdır. Retinol istifadə edərkən dərinin ölü hüceyrələri təmizlənir, akne, qara nöqtələrin əmələ gəlməsinin qarşısı alınır, hüceyrələr yenilənir, dəri ləkələri aradan qalxır, incə qırışların əmələ gəlməsi azalır, dərinin elastikliyi artır. Hamilə xanımların retinol istifadəsi isə qəti qadağandır. Həm YouTube, həm TikTok, həm də Instagram kanalıma abunə olub, videolarımı bəyənib paylaşmaqla həm mənim kanallarıma dəstək ola bilərsiniz, həm də videonun daha çox insana çatmasına və daha çox insanın maariflənməsinə yardımcı ola bilərsiniz. Video maarifləndirmək məqsədi ilə hazırlanmışdır. Reklam xarakteri daşımır. Videonu hazırladı,